Salam əziz Şeyx Amlak izləyicilərim. Bu günlərim sizə Maçdağa Bilgəh yolunun tam üzərində, yəni tam üzərində deyəndə yol qırağı da yolda biraz içəridir. 22 sotun içində belə bir villa və gördüyünüz kimi bu ferma bura aiddir əziz dostlar. 22 sotda 12 sotun kupçası var. Yəni tikililər hamısı kupçanın içindədir. Sadəcə olaraq həyət yanı sahəsi var ki 10 sot. O əlavəsidir əzizlərim. Çöldə gördüyünüz kimi sanitar qovşağı, yay mətbəxi. Birinci evimizin içərisini sizlər üçün çəkim təqdim edim. Sonra isə keçid alaq fermamızın içinə. Deməli əziz dostlar, birinci mərtəbəsindəyik villamızın gördüyünüz kimi. Bura birinci mərtəbə, yataq otağımız, mətbəximiz, sanitar qovşaq. İndi isə qalxırıq ikinci mərtəbəyə. Wi-Fi, qaz, su, işıq, nə bilim nə, hər şey var da bu evdə. Olmayan bir şey yoxdur. Burada geniş bir uşaq yataq otağımız. Burada bir dənə belə bir yataq otağımız. Burada üçüncü yataq otağımız, yəni ikinci mərtəbəyə aid olan. Və bura mətbəx, istəsəz otaq deyə bilərsiniz əziz dostlar. 2 ailə, 3 ailə tam rahat şəkildə yaşaya bilər. Mən bir dənə həyəti sizə tam ətraflı çəkim təqdim edim. Deməli dostlar, bura gördüyünüz kimi bu tikililər hamısı fermaya məxsusdur. İndi isə keçid alırıq fermaya. Deməli dostlar, bura sanitar qovşaq. Bura isə bir dənə otaqdır. Yəni demək olar ki, ev sahibi günlərinin əksər hissəsini bu tikilidə keçirir. Maşallah, kənd gəlir buradan, Allaha and olsun. İndi getdik fermamızın içinə. Dostlar, artıq fermamızın içindəyik. Gördüyünüz kimi, yəni mallarımızın burada həyət yanı sahəsi. Keçiyə baxın. Bəhbəhdir, bəh. Ay keçi. Bəli dostlar. Gördüyünüz kimi zəncirlərindən belə, yemək yeyilən yerindən belə, su içmək üçün yerindən belə hamısı var. Yəni fermada yox deyilən şey yoxdur. Bildiyiniz hazır biznes. Yəni ferma axtaran dostlar, saxlama yerləri. Yəni istəsəz burada qoyun quruzu da saxlaya bilərsiniz. Baxın, pressa saxlamaq üçün yeri. Əziz dostlar, çox intisarda saxlamayaq sizi. Qiymət 380.000 manat. Real müştərilə razılıq olacaq. Əlaqə nömrəm 070 680 40 40 nömrəsindən əlaqə saxlayın və gəlin bu biznesə elə siz özünüz sahib olun. Diqqətinizə görə sağ olun əziz dostlar.